Qarabağ, Neftçi, Sumqayıt Zirə. Bugün klublarımız qış fasiləsi təlim məşq toplanışlarında sonuncu yoxlama oyunlarını keçirdilər. Bəs bu oyunlarda hansı nəticələr qeydə alındı? Gəlin birlikdə tanış olaq. Türkiyə təlim məşq toplanışını davam etdirən Qarabağ Futbol Klubu bugün 2 yoxlama oyunu keçirməklə qış fasiləsində təlim məşq toplanışlarına yekun vurdu. Komandamız ilkin olaraq bugün Xorvatiyanın Osijek komandası ilə qarşılaşdı. Qarşılaşma Qarabağın 3-1 hesablı qələbəsi ilə baş çatdı. Qarabağın qollarına Musa Qurbanlı, Aleksey Kaşuk və Abbas Hüseynov imza atdı. Qarabağ komandasının bugün keçirdiyi ikinci və ümumilikdə təlim məşq toplanışının sonuncu yoxlama oyununda Polşanın Zaqrebel Lubin komandası ilə qarşılaşdı. Bu qarşılaşmada da sevinən tərəf Azərbaycan çempionu oldu. Bu qarşılaşmada da eyni nəticə qeydə alındı. Qarabağ 3, Zaqrebel Lubin 1. Qarabağın qollarına Leandro Andrade, Abdullah Zubir və Johnny Montiel imza atdı. Bununla da Qarabağ komandası qış fasiləsi Antalya təlim məşq toplanışını başa vurdu. Komandanın sabah Bakıya gələcəyi gözlənilir. Birləşmiş Ərəb Əmirliklərində təlim məşq toplanışlarını davam etdirən Neftçi Futbol Klubu bugün Çinin Chengdu Rongcheng komandası ilə qarşılaşdı. Bu qarşılaşmada da sevinən tərəf paytaxt təmsilçisi oldu. Neftçi rəqibini 3-1 hesabı ilə məğlub etməyi bacardı. Neftçinin qollarına 9, 29 və 53-cü dəqiqələrdə Andrey Shtogrin, Basala Sambo və Igor Ribeiro imza atdı. Təlim məşq toplanışlarını Türkiyədə davam etdirən Zirə komandası da bugün 2 yoxlama oyunu keçirdi. Komandamızın ilkin olaraq rəqibi Ukraynanın Aleksandriya komandası oldu. Qarşılaşma Ukraynalıların qələbəsi ilə baş çatdı. Zirə 2, Aleksandriya 3. Zirənin 2 qoluna Ceyhun Nuriyev və Yegor Bagamoyski imza atdı. Zirənin sonuncu yoxlama oyunu isə bugün saat 18:00-da baş tutdu. Komandamız Çexiyanın Brahimiya Praga komandası ilə qarşılaşdı. Həmin qarşılaşmada da sevinən tərəf rəqibi oldu. Zirənin yeganə qolunun müəllifi Ruan Renato oldu. Zirə 1, Brahimiya Praga 3. Türkiyə təlim məşq toplanışlarını davam etdirən Sumqayıt komandası da bugün sonuncu yoxlama oyunu keçirdi. Komandamız Xorvatiyanın Osijek komandası ilə qarşılaşdı. Qarşılaşma rəqibin 2-0 hesablı qələbəsi ilə baş çatdı. Extra Time Futbol kanalı klublarımıza uğurlar arzu edir. Bir daha qeyd edək, bu komandaların sonuncu yoxlama oyunları idi. Artıq onlar vətənə qayıdıb çempionata hazırlıqlarını davam etdirəcəklər. Bax belə əziz azərkeşlər, bugün komandalarımızın sonuncu yoxlama oyunları barədə sizlərə son məlumatlar çatdırdım.